Ümumiyyətlə münasibətlər istənilən insanla və yaxud da ki, işlə olsun, istər digər sahələrdən olsun, fərqi yoxdur. Bu nisbətli olmalıdır. Yəni burada sırf iki ayrı-ayrı insan və yaxud da ki, sahə göstərilib. Yəni hər bir insan ilk növbədə özünün 80%-lik özəyini, özünü qorumalıdır və kimləsə özündən 20% pay ayırmalıdır. Eyni şəkildə də digər insana da, digər insanın sərhədlərinə 20% nisbətində daxil ola bilər. Yəni bu təbiət tərəfindən icazə verilmiş və doğru münasibətlərin nisbətidir. İstənilən münasibət bu nisbətdə olanda hər iki tərəfə ziyan vermir və təbiət qaydalarını da insan pozmur. Amma kimsə kiminsə içində itəndə və yaxud da kimisə öz içərisində itirəndə bu artıq təbiət qanunlarını pozur, ruhun maraqlarını pozur. Çünki yaradan bizim hər birimizi azad yaradıb, azad iradə verib və ona görə də kiməsə yaxşılıq eləyəndə də bu nisbətdə olmalıdır. Kimlənsə işləyəndə də, istər sevgi münasibətləri olsun, istər ailə, övlad, iş yoldaşı, işin özü, fərqi yoxdur. Hər zaman siz hansısa bir müstəvidə kimlənsə alış-verişdə olanda, yəni münasibətdə olanda bu nisbəti qorumaq lazımdır ki, kimin həddinizi aşmayasınız. Yəni bizdə də qəşəng söz var ya, həddini aşma. Bax, o hədd həmin bu 20%. Bu 20%-dən münasibətlər dövlət sərhədlərində də olur, neytral zona. Ki, sərhəd burada bitir, o sərhəd bitəndən sonra hansısa bir məsafədə neytral zona olur, sonra digər dövlətin sərhədi başlayır. Bax, bu həmin neytral zonadır ki, bu münasibətdə siz əlaqədə olduqca həm özünüzü qoruyacaqsınız, həm də təbiət qaydalarını pozmayacaqsınız. Əks halda siz qaydaları pozursunuz və bu gətirib müxtəlif xəstəliklərə və yaxud da ki, hansısa uğursuzluğa, yəni bura şəkər də daxildir, xərçəng də daxildir, gic də daxildir, fərqi yoxdur. Yəni ən ağır xroniki xəstəliklərə gətirib çıxardır. Tibb də əlbəttə ki, bunu aradan qaldıra bilmir fiziki yollarla, çünki daha yüksək müstəvidə qanunlar, qaydalar pozulub. Orada korreksiya aparılandan sonra, orada artıq təbiət yönümlü düzəlişlər eləyəndən sonra görürsən ki, insanın bədənində də sağalmalar prosesləri, bərpa prosesləri başlayır. Çünki bizim bədənimiz, təkrar deyirəm, hər bir şeyin nəticəsidir. Bizim ruhumuzu mayakıdır, izləyicisidir. Yəni ruhumuzda hansısa bir problem olanda, hansısa bir energetik, informatik zədə alır. İlk növbədə bizim incə materiallı bədənlərimiz alır onu. Adi belə yanımızda bir bomba partlasın, o bomba ilk növbədə bizim energetik o qatımızı vurub uçurdur. Yəni müharibədə kontuziya almış insanlar əslində həmin energetik qatı uçmuş adamlardır.